hoy son parte del vocabulario cotidiano de chicos que ni siquiera han llegado a los 15. Las grandes marcas. İzlədiyim bu İspanca belgesel, biz hər həftə Angelika ilə İspanca conversation edirik, ona görə izləyirəm. Boş vaxtım olanda izləyib aradan çıxarmaq istəyirəm. Sonra həftə içi bir gün təyin eləyib biz həmin mövzu haqqında bir-birimizlə söhbət eləyirik. ChatGPT-dən bizə 10 sual başlığı hazırlamasını istəyirik və onun üzərindən bir-birimizə suallar veririk, danışırıq ətrafında. Hardasa bir 40 dəqiqə, 50 dəqiqə bizim üçün çox faydalı olur. Həmin belgeseli gecə izlədim və indi artıq səhərdir, saat 6-dır. Birazdan səhər yeməyi yeyəcəm. Səhər yeməyində bir balaca pendirli börek və Nestle'nin isti şokoladını hazırladım, özüm üçün yedim. Paralel olaraq adətən ya nəsə yazıram, nəsə dinləyirəm. Bu səfər amma çizgi film izləmək istəyirəm. Səhər tezdən hər yer sakitçilik olanda belə balaca işıqların görünməyini çox sevirəm. Mamam da həmişə sevirdim, mən də çox sevirəm. Belə işıqları görəndə çox xoşbəxt hiss edirəm özümü. Saatlarla oturub baxa bilərəm belə işıqlara. Artıq günəş çıxıb və mən otağı biraz gözəl qoxularla hazırlayıram ki, duş alıb çıxandan sonra həm qonaq otağı, həm yataq otağı gözəl qoxusun. Arxa fonda da yeni mahnılar açmışam YouTube-dan. Onları dinləyirəm. Həm biraz evi səliqəyə saldım tezcə və sonra da duş almağa gedəcəm. Duş almadan öncə də hamamda qızılgül balaca bir şam yandırmışdım. Onun ətrini də çox sevirəm. Üz və bədən nəmləndirməsini də edirik, bitiririk və gedirik idmana. Hazırlaşdım, geyindim, süsləndim. Gedirik indi pilatesə. Ondan sonra qızlarla kahve içəcəyik, sonrası baxaq. Bu üzünçülərdə bu rutindir ki, idmandan sonra, pilatesdən sonra qızlarla üçümüz hər hansısa bir kafedə otururuq yaxınlıqdakı və latte içirik, 30-40 dəqiqə söhbət edirik, özümüzü ödülləndiririk. Səhər duş aldım və saçlarımı buldum. Makyaj elədim çünki günün davamında vaxtım olmayacaq eləməyə. Ona görə Alya ilə görüşəcəyik bugün piknik eləyəcəyik. Sarımsaklı ister misiniz? Вау! Какая четкая. Для мне, пожалуйста, тоже. Конечно. Spasibo. Qızlardan ayrılıram, gəlib evdə biraz yatdım, hardasa yarım saat. Sonra kombinimi elədim. Axşam üşüməmək üçün biraz belə qalın raket geyindim. Çox bir soyuq olmur, amma istədim ki, boğazım falan tutsun külək olanda. Və yola çıxdım. Bizdən biraz uzaq olan bir hissəsinə gedirəm şəhərin. Ona görə taksini tərcih etdim. Alışveriş mərkəzinin yanında Alya məni gözləyəcək. Onunla gəzməyə başladıq. Qarşımıza çox qəşəng bir yeni il mağazası çıxdı. Ona baxandan sonra o məni dənizə gətirdi. Onların evinin yaxınlığında olan sahildə oturub piknik eləyəcəkdik və başlayırıq süfrəmizi sərib üstünü bəzəməyə. Hərəmiz evdən fərqli şeylər gətirmişdi. Alya vişnəli çay gətirmişdi bizə termosda və çox şirin 2 dənə balaca stəkan gətirmişdi.
Mən rəngləmək üçün kağızlar çıxartmışdım Pinterestdən. Added Coloring Page yazırsınız və bunun hansı temada olmasını istəyirsiniz. Ola bilər Halloween, Christmas temalı eləyə bilərsiniz. Geyindirmə, geyim, rəngləmə temasında eləyə bilərsiniz. Sevdiyin hansısa bir filmdən səhnə yaza bilərsən adını, dizidən bir səhnə çıxacaq mütləq və onu rəngləyə bilərsiniz. Yəni bir çox alternativ tapa bilərsiniz və mən bunu çox sevirəm. Özəlliklə bayramlar yaxınlaşanda da hər bayrama uyğun temasını dəyişirəm. Biz burada şəkillərə baxdıq. Hərəmiz özümüz üçün birini seçəcək. Aliya süfrə dekoru üçün istifadə olunan belə çiçəklər, portağallar, yolka ağacının yarpaqları olan bir çələng kimi bir şəkil var. Onu rəngləməyi seçəcəm. Mən isə özümə şekunçik seçəcəm. Aliya özü də çox qəşəng youtuberdir. Aliya Ukraynadan gəlibdir. Bilirsiniz ki, orada savaş var və savaşdan sonra adətən Polşaya, Türkiyəyə və sair Avropa ölkələrinə, mən ən çox bu ikisini bilirəm, Ukraynalılar getmək zorunda qalırlar təəssüf ki, və onlar da artıq 3 aydır buradadılar. Və mən onunla rəsm dərsindən tanış olmuşam. Sonra təsadüfən gördüm ki, o ümumiyyətlə Instagramda da aktiv blogerdir və YouTube kanalının olduğunu dedi. Belə gördüm ki, o ən son Polşada olanda çəkib və hiss elədim ki, burada olduğu üçün biraz desmotivasiyadır. Mənim özümə də biraz motivasiya lazım idi davam eləmək üçün vloglarını və dedim, bunu niyə bərabər ikimiz challenge kimi etmirik. Belə ilə qərar verdik. O yaxın çəkimdə, mən uzaq çəkimdə bu görevləri üstləndik və bundan sonra bizim ikimizi çox görəcəksiniz kadrlarda. Mən çox bəyəndim bu günümüzü. Həm gündən zövq aldıq, həm ikimiz də gözəl anlar çəkməyi çox sevirik. Aliya burada bizə çay gətirib, baxın, tütsümüzü də yandırdı. Çox şirin və biz indi çay içəcək Aliya. Çayı Osman'dan alıb, vişnəli çaydı. Markasını bilmədim, amma çox xoşuma gəldi. Ondan soracağım, özüm də mütləq ora gedəndə alacağım. Sanki uşaq olanda, bizə xəstə olanda içirdirdilər vişnəli çay. Ona çox bənzir, amma daha hafif tadı var. Сейчас карточку будет доставать Саида. Okey, хочу. Kartlardan alınan fərqindəlik suallarını şəkil rənglərində bir-birimizə verib üzərində danışdıq. Hayatınızın hangi alanlarında yeterince güçlü olmak için seçtik? Щелкунчик. И выбрала. Да, розы. Зажигаем? Давай. Aliya ümumiyyətlə SMM sahəsində işləyib, hazırda işləyir uzaqdan, amma mən onun şəkil çəkmə, video çəkmə, o estetik baxış açısını çox bəyəndim. Ümid edirəm ki, gün sonunda da ona yazdım. Ümid edirəm ki, mən də sənin üçün qəşəng kadrlar alındıra bildim, fotolar alındıra bildim. Biz burada çoxluca söhbət elədik. Müxtəlif mövzulardan, ailələrimizin uzaqda olmağından, ümumiyyətlə duyğularımızdan, hisslərimizdən danışdıq. Onun özü üçün də burada artıq 4 aydır tək olduğu üçün və düşünürəm ki, danışa biləcəyi bir insan olmadığı üçün bu çox yaxşı gəldi. Hiss elədim onun reaksiyalarından da. Mənə də çox yaxşı gəldi. Mən baxmayaraq ki, rusca çox özümü, yəni emosional şəkildə ifadə edə bilmirəm. Hətta belə bir araşdırma var qızlar. Deməli, biz travmalarımızı ana dilimizdə həmişə yaxşı ifadə edə bilirik. Ona görə də nə qədər çox xarici dil öyrəniriksə və xarici dil istifadə ediriksə, biz biraz daha sanki o travma takıntımızdan qurtuluruq. Yəni oradakı belə bir araşdırma var ki, orada baş verən hadisələr ana dilində %80 aktarırsanız emosional olaraq, tutaq ki, amma xarici dildə çox az yüzeysel aktarırsan, beləliklə bu sənin özünə də pozitiv təsir eləyir. Mən düşünürəm ki, bizim aramızda belə bir şey yaşandı. Yəni biz üstü örtülü hər mövzudan danışdıq, amma çox dərinə enmədən, negativ duyğulara boğulmadan, sanki onlara əslində necə deyim, üstünü vərəqləyib və təşəkkür eləyərək sağollaşdıq. Belə bir hiss var idi sanki bizim söhbətimizdə.
Şəkilləri rəngləmək üçün istifadə etdiyim flomasterlər haqqında sizə bir ipucu verim. Brush pen, yəni fırça uclu flomasterdan mən istifadə edirəm. Bu çox önəmlidir. Adi flomasterlarla rəngləyəndə o effekti almırsınız. Potur-potur bir yerdə rəng toplanır. Fırça uclu flomasterlar isə sanki rəsm bitəndən sonra siz sulu boya ilə işləmisiniz kimi bir effekt verir. Bu sketching flomasterlardır əslində, amma mən rəngləmək üçün istifadə edirəm və çox uzun müddətli istifadə olunur. Aliyanın da çox xoşuna gəldi. Biz arada fasilə verirdik, bir-birimizin şəkillərini çəkirdik və o qədər gözəl şəkillər alınıb ki, yəni mən bu qədər estetik baxış açısı olan biri ilə tanış olduğum üçün çox sevinirəm. Həm o çox gözəl şəkillər çəkə bilir, həm mən çox gözəl şəkillərini çəkdim. Onun özü zaten gözəldir və belə günümüz çox gözəl keçdi. Biz işləyə-işləyə, rəngləyə-rəngləyə yavaş-yavaş gün batırdı və biz onu hiss eləyirdik. Yavaş-yavaş havanın soyumasından, oturduğumuz qumun soyumasından tutmuş, günəşin yavaş-yavaş dənizin arxasında itməsinə qədər. Твои мама и папа в Польше? Мы сейчас в России. Aliyə dedi ki, çəkdirdiyimiz şəkillər arasında ən bəyəndiyimizi seçərik və o Instaxdan bizim üçün həmişəkilə çıxardacaq xatirə olaraq qalsın. Hələ biz bilirsiniz necə gözəl planlar hazırlamışıq. Özəlliklə bu Christmas dönəmində çox qəşəng video temaları düşünmüşük. Baxın nə qəşəng alınır. Aliyənin çəkdiyi, rənglədiyi şəkil mən çox bəyəndim. Yavaş-yavaş gün batırdım. Biz dedik ki, üşümədən yavaş-yavaş sağollaşaq. Baxın nə gözəl. Günəş dənizin arxasında itir yavaş-yavaş. Çox gözəl vaxt keçirdik və ümid edirəm ki, sizə də bu gözəl enerjini ötürə bildim. Sağ olun.